Polşaya birbaşa taksi sürücüsü kimi gəlib işləmək olarmı? Çox sayılı mesajlar gəlir bu barədə, ona görə ayrıca video çəkmək qərarına gəldim. Yadınızda saxlayın. Polşaya birbaşa taksi sürücüsü kimi gəlib işləmək mümkün deyil. Qaydalar bunu tələb edir. Bir neçə şərti yerinə yetirməlisiniz. Polşada azı 6 ay legal yaşamalısınız. Polşaya aid sürücülük vəsiqəniz olmalıdır. Digər ölkələrin sürücülük vəsiqələri qəbul edilmir. Onu Polşada dəyişə bilərsiniz. PESEL, yəni Polşaya aid qeydiyyatınız, eləcə də legal statusunuz olmalıdır. Bunlarsız heç kim sizi Uber, Bolt və digər aplikasiyalara qoşa bilməz. Psikotest, medkomissiya bunlar da mütləqdir. Bəs yaxşı, çıxış yolu nədir? Çıxış yolu odur ki, zavod, fabrik yolu ilə və yaxud da ki, təhsil yolu ilə gəlirsiniz, sonra taksiyə keçirsiniz. Siz məni Instagram, Facebook, TikTok, eləcə də YouTube-da izləyə bilərsiniz və bir çox Polşaya aid suallara cavab tapa bilərsiniz.